Çox təəssüf ki, bəzi müdirlər əmək haqqını bir motivasiya vasitəsi kimi görür. Çünki Maslow'un motivasiyanın ehtiyacları piramidasına görə. Başqa bir yanaşma var, Herzberg yanaşması. Herzberg yanaşması nədir? Fiziolojik ehtiyaclar, sosiallaşma ehtiyacı və təhlükəsizlik ehtiyacı bunlar motivasiya vasitəsi deyil. Bunlar sizi higienik faktorlarla əhatə edir. Amma bir də var ki, özünə hörmət və özünü gerçəkləşdirmə bunlar motivasiya vasitəsidir. Yəni ilk əmək haqqını verəndə insanlar motivasiya olmur. Mənfi birdən gəlir sıfıra. Yəni məmnuniyyətsizlik durumundan artıq çıxırlar, sıfır nöqtəsinə gəlirlər. Bundan sonra artıq sizi məmnun edir. Yəni nə demək istəyirəm? Motivasiya vasitəsi kimi əsas olacaq faktorlardan biri fiziki olaraq nə ola bilər? Ondan bir şəxsi nömrə, özünə aid o, siz bilirsiniz, bahalı nömrələrdən, şəxsi maşın, özünün şəxsi otağı, bunlar motivasiyanın vasitəsi kimi deyir Herzberg. Və self-actualization-da zaten siz bilirsiniz.